Hörmüz boğazından keçməyə cəhd edəcək bütün gəmilər hədəf alınacaq. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu açıqlama verib. Halbuki cəmi 2 gün əvvəl İranın Xarici İşlər Naziri Seyid Abbas Araqçı boğazı bağlamaq kimi niyyətlərinin olmadığını açıqlamışdı. Qeyd edək ki, xəbəri rəsmi olaraq İran İslam İnqilabı Keşikçiləri Komandanının müşaviri, briqada generalı İbrahim Cabari də təsdiqləyib. Səhər saatlarına olan məlumata görə bölgədə 700-dən çox tanker gözləmə vəziyyətindədir və qlobal tədarük zəncirində son ilin ən böyük enerji şoku yaşanır. Bu isə hələ başlanğıcdır. Artıq gördük ki, neft qiymətləri çox sürətlə artıb. İndiyədək barel üçün təxminən $80 səviyyəsindədir. Bəzi analitiklər $100 qədər çata biləcəyi proqnozunu verirlər. Qlobal ərzaq tədarükü ilə bağlı heç bir risk görmürəm. Çünki Hörmüz boğazından keçənlərin çox az hissəsi qlobal ərzaq təhlükəsizliyi ilə bağlıdır. Təbii qazın qiymətləri də sürətlə artır. Dünən 40%, bu gün isə artıq 20%-ə yüksəlib. Bunun səbəbi İran hökumətinin Hörmüz boğazından keçən gəmilərə hücum etmək hədələridir ki, bu da Qətəri maye təbii qaz istehsalını dayandırmağa vadar edir. Qətər dünyada ən böyük maye təbii qaz istehsalçısıdır. Beləliklə, Avropa qazının qiymətləri son 2 gündə artıq 60%-dən çox artıb. Qızılın qiymətinə İrandakı müharibənin daha çox dolayı təsirləri var. Çünki İran qızıl bazarında xüsusi paya malik olan ölkələrdən deyil. Amma bununla belə, təbii ki, müharibələr investorların daha az riskli sektorlara sərmayə qoyuluşuna vadar edir və xüsusən də son ticarət müharibələri qızılın qiymətində artımlarla müşahidə olunur. Nəzərə alsaq ki, qızılın qiyməti son bir ildə təxminən 60%-ə yaxın yüksəlib. O baxımdan müharibə davam edərsə, bu investorların qızıl, beləcə də neft bazarına daha çox sərmayə qoyuluşu həyata keçirməsinə gətirib çıxaracaq. Ekspertin sözlərinə görə müharibənin coğrafiyasının genişlənmə riskləri həm də psixoloji təsir göstərir. Hörmüz boğazından keçən əsas məhsullar sırasında neft, neft məhsulları və maye qaz yer alır. Məhsulların 80%-i Asiya bazarından yola düşür. Cəmi 20% yüklər Avropa bazarına və qərbə üst tutur. Əsas alıcılar isə dəyişməz olaraq qalır: Çin və Hindistan. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, İranın bu addımı cavabsız qalmayacaq. Hörmüz boğazını blok eləyən qüvvələr yaxın 2 gündə sıradan çıxarıla bilər. İran özünün xarici ölkələrlə ticarətinin 80%-dən çoxunu, yəni yük gəmiləri məhz o Bəndər Abbas demək portundan, limanından həyata keçirilir. Yəni İran təkcə özünün neft ixracını dayandırmır, həm də ticarətini, neftdən kənar ticarətini dayandırmış olar. Boğaz dar, amma təsiri geniş, mənzərə aydın şəkildə görünür. Körfəz ətrafında atılan hər addım, verilən hər qərar qiymətləri biraz da dalğalandırır. İnvestorları qeyri-müəyyənliyin sanki dərin sularına qərq edir. Hər kəs bir sualın cavabını gözləyir. Dünya iqtisadiyyatı yeni bir fırtınaya nə qədər davamlıdır?